Salamlayıram hər birinizi. Çox düşünürəm ki, maraqlı oyun gözləyir bizi və çox güclü tarixə malik bir komandaya qarşı oynayacağıq və belə böyük klubların ümumiyyətcə Azərbaycana gəlməsi, ümumiyyətcə belə bu cür komandaları, belə futbolçuları Bakıda azərkeşlər üçün canlı görmək bu əlavə bir stimuldur və dəfələrlə qeyd eləmişəm, ümumiyyətcə futbolumuzun inkişafı üçün, futbolun Azərbaycana daha da çox sevilməsi üçün əlavə bir stimuldur. Komandamıza gəldikdə hazırlaşmışıq, demək olar pis hazırlaşmamışıq. Çox istəyirik ki, sabah yaxşı mübariz bir oyun göstərək meydanda və futbolçularıma inanıram, güvənirəm. İnanıram ki, sabah azərkeşlərimiz ən azından bizim oyunumuzdan razı qalacaqlar. Bir də səhv etmirəmsə bir qonağımız var idi, İngiltərədən gəlmiş. İndi gördüm, mən xarici oxşuyur, ona görə diqqətimdən yayınmadı. Xoş gəlib bizim gözəl Bakıya və Bakıda görmək çox xoşdur. Hətta iki. Mən də sizi salamlayıram. Çox xoşdur sizləri burada görmək. Oyuna gəldikdə isə sabahları çox böyük bir komandaya qarşı oynayacağım. Bunun fərqindəyik. Sabah oyunda çox inamlı, çox mübariz, həm səbirli olmalıyıq. Bilirik ki, bu oyunun mahiyyəti nə qədərdir. Sabah bütün Azərbaycanın gözü bizdə olacaq. Buna baxmayaraq komanda olaraq çox rahat oynamalıyıq. Komandanı analiz eləmişik, mənfi və müsbət tərəflərini bilirik. Biraz fərqli sistemdə oynayırlar. Sabahki ani bir səhv, komandanın çox güclü futbolçuları var. Hər şey həll edə bilərlər. Ona görə çox diqqətli olmalıyıq. Belə ümumilikdə götürəndə isə komanda olaraq oyuna hazırıq. Bu qədər. Elvinə suallarımızı verə bilərik. Buyurun. Buyurun Zülfiyə xanım. Əvvəla uğurlar arzulayıram. Qələbə xəbərini eşidək sizdən. Məşqləriniz güman edirəm ki, tam gücü ilə gedir. Çox yaxşı hazırlaşırsınız. Məşq eləmək asandır, yoxsa bayaq dediyin kimi meydanda emosiyaları cilovlayıb səbirli olmaq hansı daha çətindir və yaxud asandır? Nə bilim, yəni nə deyə bilərəm? Yəni mənim xarakterim elədir ki, aqressivlik var, çılğınlıq ola bilər. Amma hər iki tərəfdə də yaxşı məşq eləyirəm ki, bu mənim xarakterim hər şey mənim üçün müsbət tərəfə yönlənsin, mənfi tərəfə olmasın. Hər iki tərəfdə də məşq eləyirəm bunu. Məşq eləmək də asandır. Buyurun növbəti sual. Buyurun. Oxazdan Həsənov Murad. Sabahki oyunda uğurlar arzulayıram. İnşallah qələbə bizimlə olar. Evin onu demək istəyirəm ki, media yayılan xəbərə görə sabah Chelsea'nin sağ cinahında Estevao oynayacaq, yəni böyük ehtimalla. Oyunçunun həm belə deyək, dırnaq içində Braziliyalı olmağı, həm də çox texnikal olmağı və biraz da simulyasiyaya meyilli olmağıyla bağlı səndən soruşmaq istəyirəm ki, yəni buna da xüsusi hazırlaşmısanmı ki, mübarizələrdə sənə kart aldırmağa və yaxud sənə qarşı xüsusi bir simulyativ hərəkət eləməyə çalışacaq yəqin ki, böyük ehtimalla. Yəni bu cür böyük oyunlarda temp həddindən artıq yüksək olur və birə-bir mübarizələrdə çox yaxşı oynamağı bacarmalısan ki, belə yəni bu cür oyunlara biz çox oynamışıq, bu cür böyük komandalara qarşı, bu cür oyunçulara qarşı və öz işimizi bilirik, bilirik harda nə etmək lazımdır, hansı oyuncu nəyi sevir, nəyi sevmir. Və ümumilikdə mən mübarizələrə girəndə kart almağı yox, top almağı fikirləşirəm. Buyur Mehman. Uğurlar arzulayıram. Elvin, vurğuladın ki, rəqibin müsbət və mənfi, yəni güclü və zəif tərəflərini analiz eləmişsiniz. Belə bir nəhəng komandanın səncə hansı, belə deyək, axsayan məqamları ola bilər ki, komanda olaraq onu üstələyə bilərsiniz, yaxud cəzalandıra bilərsiniz? Düşünürəm ki, bu günləri onların mənfi tərəflərini danışmasam yaxşıdır.
sabah oyunda onları göstərsək daha yaxşı olar. Amma yenə də deyirəm, komandanı analiz eləmişik. Fərqli bir sxemdə oynayırlar. Oyunun davamında çox yüksək pressingdə oynayırlar. Bəzən də boşluqları olur. İnşallah ki, sabah da bundan istifadə edə bilərik. Elvinə sualımız yoxdursa ona icazə verək. Çox sağ olun. Sağ olun, təşəkkürlər. Buyurun, davam edir mətbuat konfransımız. Buyur Miri. Və mən sabah uğurlar arzulayıram. Chelsea elə böyük komandadır ki, yəni bu cür komandaların oyunda bizim üçün pozitiv görsənən hər bir xırda detala adam fikir verir. Burada əsas diqqət çəkən Chelsea-nin başda məşqə çıxmamasıdır. Siz də dəfələrlə, yəni Çempionlar Liqası, Avropa Liqasında oynamısınız. Belə bir komandanın yalnız oyun günü o otu hiss eləməyi, o rəqib meydançasındakı o meydançaya çıxmağı nə dərəcədə önəmli ola bilər Qarabağ tərəfdən? Yəni Qarabağ hər hansı bir xırda da olsa bir üstünlük yarada bilərmi bu? Çünki ötən mövsüm Bayernlə oyunda, daha doğrusu 2 mövsüm əvvəl Bayer Leverkusenlə 8-də 1 oyundan öncə nə Xabi Alonso mətbuat konfransı çıxmışdı Bakıda, nə də komanda meydana çıxmışdı. Yəni bu hardasa bir üstünlüyümüz ola bilərmi, xırda da olsa, az da olsa? Ümumiyyətcə inanmıram ki, belə böyük klublara onların oyununa bu hallar nə cür təsir eləyər. Çünki tək bura üçün yox, ümumiyyətcə belə hallar olur. Maraqlansaq bəlkə çox belə hallarla üzləşiblər, çox bu rejimdə gediblər və bu komandalar üçün yəni oyun günü meydana çıxmaq elə də bir problem yaratmamalıdır. Çünki bizim özümüzün də belə hallar olub, hansı ki belə ancaq oyun günü biz yəni meydana hiss eləmişik. Çünki bəzi bizim səfərlərimiz olub. Belə bir buna bənzər bir rejimdə, belə buna bənzər proqramda yəni getmişik. Hansı ki məşqimizi burada eləmişik oyundan bir gün əvvəl, amma yəni bugün gecə saatlarında orada olmuşuq və sabah çıxıb oyunumuzu oynamışıq. Belə hallar olub. Yəni bu elə də bir bizim üçün əlavə bir stimul olmalı deyil. Çünki onlar öz bilirsiniz elə saat fərqi çoxdur. Ona görə əksinə bu bir daha onların işlərinə daha ciddi, daha peşəkar yanaşdığını göstərir. Çünki böyük ehtimal onlar öz London rejimində gedirlər. Ona görə belə biz bunu nəzərə alıb özümüzdə hansısa bir rahatçılıq belə tapmalı deyilik. Buyurun, Zülfiyə xanım, buyurun. Qurban müəllim, həmkarımın sualını davam elətdirmək istəyirəm. Bəzi oyunçular Chelsea-nin heyətində təmsil olunmayacaq, bəzi əsas oyunçular travma nedeniyle. Bu da təsir eləyə bilərmi sizin fikrinizcə oyunun gedişatına? Yəni sizə bir üstünlük, bir avantaj verə bilərmi? Ən azından psixoloji avantaj. Ümumiyyətcə belə böyük komandaların 1-2 oyunçusunu müzakirə etmək biraz düzgün olmaz. Çünki bunlar böyük klublardır. Bunlar qarşılarına çox böyük hədəflər qoyan klublardır. Yəni burada biri yoxdur, ikisi var, ikisi yoxdur, dördü var, dördü yoxdur, beşi var. Yəni bunların heyət həddindən çox genişdir. Ona görə belə biz sadəcə onların o xırda detalları axtarmalı deyilik. Bu oyuncu olsa nə cür olar, digər olsa nə cür olar. Əksinə biz daha çox onların əsas oyun sisteminə uyğunlaşmalıyıq. Çünki onlar 1-2 oyuncu olmadıqda onların heç bir elə də bir böyük, ciddi bir fərq hiss olmur onların oyununda. Ona görə biz nə azarkeşlərə, nə özümüzə belə bir onlarda belə bir fikir formalaşdırmalıyıq ki, bizim üstünlüyümüz budur. Əksinə bəzən olub ki, digər oyuncular oynadıqda onlar daha aktiv olublar, daha bizə böyük problemlər yaradıblar. Çünki biz 1-2 oyuncu hazırlaşırıq, amma görsən eyni səviyyədə olan digər oyuncu meydana çıxır, o bizim üçün daha çox böyük bir problem yaradır. Yəni belə o nəzərə alınması bir şey deyil. Qonaqlarımızdan Hi Gabon, I just wanted to ask you, it's Nizar from the BBC by the way,
would this be one of the biggest wins if you could beat an English team for the first time since you joined the club? And how different is Qarabağ compared to the last time you played Chelsea in 2018? Bir daha xoş gəlmisiniz. Ümumiyyətcə belə böyük klublara qarşı, böyük komandalara qarşı qalibiyyət çox önəmlidir. Çünki bu istənilən biz reallığa baxsaq, bizim bugün biz kiçik futbol ölkəsi kimi tanınırıq. Yəni belə bir ölkənin komandasının belə böyük komandalara qalib gəlməsi bu gələcək üçün əlavə bir stimuldur və əlavə bir güvəndir, inamdır. Amma əlbəttə ki, bu cür komandalara qarşı biz İngiltərə komandalarına qarşı bugünə kimi hələ bizim bir qalibiyyətimiz yoxdur. Hətta heç bir halda əldə etməmişik. Çünki həqiqətən ümumiyyətcə İngiltərə Premier Liqası bu tam başqa bir səviyyədir. Yəni, həmişə fikirlərini bildirmişəm ki, dünyanın ən güclü liqasıdır. Bütün komponentlərdə digər bütün ölkələr, bütün futbol ölkələrini üstələyir. Və bizim belə komandalara qarşı, belə ölkənin komandalarına qarşı bizim məğlub olsaq da, amma bizim uduşumuz var. Ona görə biz sadəcə bu cür komandalara qarşı, necə ki, əvvəl fikirlərimdə bildirdim ki, biz möhkəm ayaqüstü durmağı bacarmalıyıq, inamlı oynamağı bacarmalıyıq və inamlı mübarizə aparmağı bacarmalıyıq. Və belə də ən azından biz azarkeşlərimizi yaxşı mübarizə oyununa görə sevindirməliyik. Və əlbəttə ki, qalibiyyət, ümumiyyətcə məğlub olmamaq bu böyük bir avantajdır. Amma hər bir halda biz onların Bakıya gəlməsi bizim üçün əlavə bir uduş və bizim çıxıb onlarla oynamağımız digər bir uduş. Ona görə belə bu cür komandaya qarşı Bakıda oynamaq bizim üçün çox xoşdur və çox da deyək ki, keyf verər. You please. Daniel King from The Sun. Following on from Nizar's question, how much better are Qarabağ now than 2018, and how proud are you that the improvement has been achieved with almost exclusively Azerbaijani players? Siz də xoş gəlmisiniz. Ümumiyyətcə 2017-ci illə yəni bugünü biz götürsək, 2017-ci illə bu ili götürsək, ümumi futbol həddindən çox inkişaf eləyib. Yəni o vaxtda da belə deyək, klublar arasında, komandalar arasında fərq çox idi, amma bugün ola bilər ki, daha çoxdur, daha artıqdır. Çünki əvvəllər bizim onlardan belə deyək, bəlkə zəif cəhətlərimiz çox idi, amma bugün bəlkə bizim təcrübəmiz daha çoxalıb. Buna baxmayaraq ümumiyyətcə mən yenə qeyd edirəm ki, İngiltərədə Premier Liqada futbol həddindən artıq çox inkişaf eləyib. Həddindən artıq bütün komponentlərdə yəni çox sürətlə irəli gedirlər və bu biz nə qədər bugün təcrübəli olsaq da, biz bugün nə qədər inkişaf etmiş olsaq da, amma Chelsea daha çox inkişaf eləyib. Bu bizim üçün belə deyək bir təhlükədir, amma buna baxmayaraq dediyim kimi bugün burada dünya çempionuna qarşı oynamaq, Bakıda dünya çempionuna qarşı oynamaq, hansı ki finalda PSG-nin qapısından 3 gol vurmuşdu və bugün onlara qarşı burada oynamaq məncə bu bizim üçün əlavə bir stimuldur və fərq böyük olsa da klublar arasında biz çalışırıq ki, hər bir halda yaxşı oyun, yaxşı mübarizəli bir oyun göstərməyə. Yes, please.
Salam, Mr. Gurbanov and Mr. Hajiev. I'm Shamir Rubin from the London is Blue podcast in India. My question to you is, in the Premier League, Chelsea have faced 6 teams that have gone with 5 defenders, and they've only won 2 of those games. So are you going to take that into consideration when you look at your tactics, or are Karabakh going to play the 4-2-3-1, high pressing, going to go after teams like you've done in the Champions League this season? Mən də sizi salamlayıram. Yəni biz ümumiyyətcə Chelsea son vaxtlar rotasiyalara gedir. Bəzən Çempionlar Liqası oyunlarında fərqli heyətdə oynayır. Premier Liqada fərqli heyətdə oynayır. Amma öz oyun üslubu olaraq sabit qalır. Amma sadəcə bir neçə, hətta 2 deyərdim, çox deməzdim, 2 detal var, hansı ki onu bu fərqli heyətlər oynayanda onu icra edirlər, dəyişiklik olur. Ona biz sabah heyətlərinə uyğun öz fikirlərimizi futbolçularımıza yenə bildirəcəyik. Biz bütün bu detalları futbolçularımıza bildirmişik, göstərmişik. Amma yenə deyirəm ki, yəni bu komandaların belə oyunlarda heyət dəyişməsi və yaxud hansısa bir dəyişiklik etməsi onlar üçün bir o qədər fərq etmir. Amma biz yenə də çalışırıq ki, öz bildiyimizi daha yaxşı etməyə, öz bildiyimizi üzərində quracağıq oyunu, öz sistemimizdən bir o qədər əl çəkməyəcək. Sadəcə eyni ilə biz də ola bilər ki, oyun gedişatında bir neçə xırda element, xırda detal, hansı ki onlardan daha çox istifadə eləyək oyunun gedişatında. Amma hər bir halda dediyim kimi bu oyundan futbolçularımız zövq almalıdırlar və sona kimi inamla yaxşı mübarizə aparmalıdırlar. Buyur Mehman. Qurban müəllim, uğurlar arzulayıram. 2 sualım vardı. Birincisi, start heyətini böyük ölçüdə müəyyənləşdirmisiniz. Yoxsa hansısa bir mövqe var ki, tərəddüddəsiz və bu gün axşamki məşqdən sonra yəqin onunla bağlı üçün qərar verəcəksiniz. İkinci də Musa Qurbanlının durumunu öyrənmək istirdim. Hazırda vəziyyəti necə? Təxmin demək olar müəyyənləşdirmişəm, amma kiçik bir sual var. Onu bizim sabah səhər də məşqimiz olacaq. Böyük ehtimal orada tamamlayacağıq. Musa ilə bağlı bir 3-cü gündür bugün səhv etmirəmsə fərdi məşqlərə başlayıb. Belə hələ ki durum belə. Yəni bir 10 gün demək olar ki, heç nə etmədi, amma hələ bir 3 gündür fərdi məşqlərə başlayıb. Bəli. Buyurun. 90 Pulsas, Cahit Süleymanov. Qurban müəllim, sabahki oyunla bağlı sizə və komandanıza uğurlar arzulayıram. Mənim sualım gələcək yönümlüdür. Biz bilirik ki, Qarabağ 3 oyuna 6 xal toplayıb. İnşallah ilk 24-yə düşsək, yanvar ayında hücumçu transferi gözlənilirmi? Çox sağ olun. Yanvar ayında yəni 24-lü ancaq axırda, yanvarın axırında, sonunda bilinəcək. Bu barədə çox da düşünmək istəmirik, amma yəni düşdük, düşmədik və yaxud biz Çempionlar Liqası qrupuna düşmüşdük, düşməmişdik. Yəni biz hücumçu axtarışındaydıq, hücumçu komandaya gətirmək istəyirik, transfer eləmək istəyirik. Eləcə də bir neçə mövqe var, hansı ki orada biz bir neçə oyuncu gətirmək istəyirik. Sadəcə biz həmişə çalışmışıq ki, transfer pəncərəsində maksimum ondan istifadə etməyə ki, əlbəttə ki, faydalı olsun komandamız üçün. Yəni, bu bizim transfer siyasətimizin istənilən halda heç bir nəticəni gözləmirik ki, ona görə transfer etməyə və bizim işimiz daima, transfer işimiz daima davam edir. Fuad Eldarov, İdman TV. Qurban müəllim, sabahki oyunda uğurlar arzulayıram sizə. Sualım isə belədir ki, bir qədər əvvəl də Rəyük komandanın baş məşqçisi də mətbuat konfransında iştirak edib və oyunla bağlı öz fikirlərini bildirib.
və Qarabağla oyunun çox çətin keçəcəyini bildirib və bu çətinlikli də bir neçə amillə əsaslandırıb ki, Qarabağ öz meydanda sıx oynayan komandadır və öz amilləri də var ki, sıx qrafikdə oynayırıq, zədəlilərimiz var. Bunlarla bağlı nə deyə bilərsiniz və mətbuat konfransında Enzo Maresca sizi də səciyyələndirib ki, 17 il bir komandanın baş məşqçisi kimi fəaliyyət göstərmək çox inanılmaz bir nəticədir. Bu fikirlərə sizin fikirləriniz necə olardı? Təşəkkür edirəm. Mən qısa olaraq sadəcə ilk öncə təşəkkür edirəm. Əlbəttə ki, belə fikirləri bildirdiyinə görə. İki də ki, yəni bu bir daha onun peşəkarlığını göstərir ki, belə bir fikirlər əgər bildirirsə, deməli bu komanda ilə sırf tam yaxından maraqlanıb, yəni bu komandaya, ümumiyyətcə bu oyuna yəni ikinci dərəcəli bir komanda kimi baxmır, oyun kimi baxmır. Çünki burada götürülən hər xal, hər qalibiyyət onların liderliyinə böyük bir təkandır. Və bu bir daha qeyd etdiyim kimi göstərdi ki, bu klub, ümumiyyətcə məşqçilər, futbolçular bir daha çox peşəkardırlar və buna görə də o səviyyələrə gəlib çıxıblar. Bir daha təşəkkür edirəm onun fikirlərinə görə. Buyurun, Murad. Təşəkkür edirəm. Qurban, mən sualım bunun biraz taktika ilə bağlı olacaqdı. Enzo Maresca Sunderlanddə məğlub olduğu 2-1 məğlub olduqları oyuna sonra açıqlama vermişdi ki, biz oyuna Sunderland izləyərək 4-lü müdafiə ilə oynayacaqlarını hazırlaşmışdıq. Lakin oyuna 1 saat qalmış heyətlə çıxanda rəqibin 5-li müdafiə ilə meydana çıxacağını gördüm və bütün planlarımız alt-üst oldu. Yəni Chelsea-də xal itirdiyi oyunlara baxdığımızda həm Brightondan, həm Manchester United-dən görürük ki, 3-lü mərkəz müdafiəçisi ilə 5-li müdafiəyə qarşı oyunlarda doğrudan da xal itkisinə məruz qalıblar. Sabah Enzo Maresca'nın Qarabağ tərəfindən belə bir sürpriz gözləyirmi? Bunu ola bilər bir fikir olaraq bildirib ki, bəlkə onu hansısa bir formada nəyisə əldə etmək üçün belə bir fikir bildirib. Çünki belə böyük komandaların bu cür oyunlarda sadəcə sıx oynadığı grafikə görə biraz problemləri ola bilər. Çünki bəzən futbolçu yorğun olduğunda öz potensialını tam üzə çıxara bilmir. Amma mən bir o qədər beşli müdafiə oynamağı xoşlamıram hal-hazırda. Baxmayaraq ki, bəlkə də get-gedə futbol bunu tələb eləyir. Yəni bizim ölkələr kimi, hansı ki bizim ölkələrin komandaları kimi komandalarda. Amma mən həmişə bildirmişəm ki, biz bugünə kimi etdiyimiz uğurları yəni bugün əldə etdiyimiz sistemə görə biz bunu etmişik, bacarmışıq. Bir oyun hansısa oyunda daha çox müdafiə meyilli oyun qurmaq olar, hansısa bir ancaq dağıdıcı futbol oynamaq olar. Amma bu uzun müddətli bu uğur əldə etmək belə bir sistemlə mən onu görmürəm. Elə komandalar var ki, 5-li müdafiə oynayır, amma dominant futbol oynayır, hansı ki daha yaxşı pressing eləyir, daha yaxşı topa sahib olur. Bu başqa bir fikir, başqa bir məsələdir. Amma sırf yəni bugün Chelsea-nin qarşısını 5-li müdafiə ilə almaq üçün mən bugün öz oyunumu qurum, hələ ki bunu düşünməmişəm. Amma oyunun gedişatında ola bilər ki, hansısa bir vaxtı, hansısa bir dəqiqələrdə, hansısa bir oyun gedişatında yəni düzülüşdə müəyyən bir dəyişiklik etmək olar, avtomatik ola bilər olsun. Çünki bunu da sırf müdafiəçi ilə yox, elə bəlkə hücumçu ilə də əvəzləmək olar. Belə hal-hazırda fikrimi tam da geniş ifadə etməyəcəm. Başqa sual var, buyurun. Axırıncı sualdır, çox sağ olun. Hocam, kardeş ülke Türkiye'den Recep Kaya. Hocam ben maçtan ayrı bir soru sormak istiyorum. Türkiye'de kulüplerin bir futbolcu için ayırdığı bütçeyle siz kadro kuruyorsunuz. Ama gün sonunda siz de onlar kadar başarılı oluyorsunuz. Bu başarıyı neye bağlarsınız? Hoş gelmişsən kardeş. Yəni mən o komandalarla özümüzü belə deyək də yan-yana qoymaq istəmirəm. Çünki onların öz idarəçiliyi, ümumiyyətcə onların öz düşüncələri, fəlsəfələri amma bizim yəni bunu heç vaxt belə
düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, mənim büdcəm azdır və mən ondan daha yaxşı nəticə verirəm deyə belə bir fikir məndə olmayıb. Çünki hər birinə hörmətlə yanaşırıq. Sadəcə mən həmişə çalışmışam ki, düşdüyümüz duruma uyğun addım atmağa və ondan maksimum istifadə etməyə. Əgər bugün bizim imkanımız, şansımız varsa ki, hansısa bir uğuru əldə etməyə, bunu ancaq belə deyək, iş naminə, iş gücünə, işgüzarlıq gücünə bunu istərdim ki, əldə etməyə və bunun dadı, belə deyək də, bu daha ləzzətli olur. Çox sağ olun, təşəkkürlər. Görüşərik sabah.